Bizi sevgidir yaşadan həyatda. Biz sevgi olmasa yaşaya bilmərik, təbiəti sevirik. Öz qara daşım da mənim üçün gözəldir. Təbiət ümumiyyətcə, insanlara sevgim mənim üçün müqəddəsdir. İnsanın insana sevgisi, torpağa, vətənə bağlılığım. Bunlar lazımdır. Hər bir kəsdə var, məndə də var. Ona görə də onlar məni biraz da həvəsləndirir. Mən rəsmlər işləyirəm, şeirlər yazıram. Yəni bunlar məcbur eləyir daxildən adamı. Yaradıcılıq səni nə narahat eləyir bu həyatda, onları göstərməlisən öz əsərində. Şair də elədir. Narahat oldu, narahat eləyirsə səni bu mövzu, sən ona müraciət eləyirsən o mövzuya. Elə deməlisən ki, cəmaət də ondan xoşallansın, ya təsirlənsin. Bu yaradıcılıq mənim aləmdə elə budur, narahatçılıqdır. Ürəyin sənə deyir ki, onu eləməlisən. Yaratmağa qalanda o düzdür, Allahdandır. Allah yaradır. Allah vericisidir. O da sənə verib də bir pay verir. İndi bizə də bir balaca pay düşüb də. Bu rəssamlıq sənətinə uşaqlıqdan gəlir adama, həvəs gəlir. Sonra amma gərək mühit olsun ki, səni yönəldən olsun ki, gedəsən o istiqamətdə. O da mənim atam idi. Atam gözəl rəssam idi, gözəl şair idi. Bütün bunların hamısını mən atama baxırdım. Uşaq idim, fərəhlənirdim, istəyirdim atama oxşayım. Rəsm çəkirdi, mən də çalışırdım rəsm çəkim. Amma onun kimi eləyə bilmirdim. Amma şeir yazırdım, ona oxşatmaq istəyirdim. Birinci şeirim, sənsən limon ağacım, mənim gözəl ağacım. Sən bu il bar verirsən, məni heyran edibsən. Sənə bol su verərəm, yaxşı qulluq edərəm. Mənim limon ağacım, mənim limon ağacım. Mən onda yəqin ki, dəqiq yadımda deyil. Ya 2-ci sinifdə idim, ya 3-də idim, bilmirəm. Hələ qafiyə nədir bilmirdim. Amma çalışırdım özümü, atama oxşadım. O yazırdı, mən də yazım. Sonra atam məni istiqamətləndirdi. Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil oldum. Məktəbi bitirəndən sonra dedim, daha mən rəssamam. Onda yenə də cavan idim. Amma halbuki hələ başlanğıcdır. Onda atam mənə yenə də Nizami Gəncəvidən bir misra dedi. Dedi, kamil bir falançı olsa da insan, yaxşıdır yarımçı papaqçılıqdan. Papaqçılıq da o dövrün ən gözəl sənəti idi. Mən apardım sənətlərimi, verdim. O vaxtı Mirzağa Əliyev adlı institut idi, indi İncəsənət Universiteti. Oranı qrafika bölməsinə daxil oldum. Qrafik rəssam kimi işlədim, çalışdım. Hətta məni saxladılar institutda yaxşı oxuduğuma görə. O vaxtdan mən dərs deyirəm. 2000-ci ildə akademiya açıldı, sonra gəldim akademiyada, rəssamlıq akademiyasına. O vaxtdan dərs deyirəm. Dərs demək də belədir. Gərək istedadın olsun ki, səni nəsə öyrədə biləsən də. Bu uşaqlıqdan gəlir, mən dediyim kimi. O, Məhəmməd Adinin də yenə bir gözəl sözü var ki, elmin, hünərin, mərifətin varsa buyur gəl, yoxsa bu həyat aləminə olma bir əngəl. Bu da böyük dualardan gələn sözdür.
Bu həyat özü gözəldir. Gözəlliklərlə doludur. Onu görmək. Adam da var, bir də görürsən, gözəlliyə baxır, çox şey görmür. Amma rəssam hamının görmədiyini görür. Onu görmək, göstərmək, mən tələbələrimə həmişə deyirəm. Siz o görünməyən tərəfi göstərməlisiniz. Bu şair də elədir. Elə yanaşır ki, o görünməyən tərəfi deyir, adama xoş gəlir. Yəni, bunları görməsən, hiss eləməsən, necə deyə bilərsən ki? Ona görə deyirəm ki, şairlik də başqa şeydir, rəssamlıq da. Bunlar Allahdan gəlmədi. Hamımızın canında var səma ilə bağlılıq, kainatla bağlılıq. O hər bir kəsdə var. O ki, qaldı indi məndə, mənə də yəqin pay düşüb də bir tikədə, mənə də düşüb, mən də hiss eləyirəm. Yəni, o olmasa, fantaziya olmasa rəssam, şair, o heç nə eləyə bilməz. Fantaziya mütləq lazımdır. Kəhkəşanlı damımız bir, süd işıqlı şamımız bir, günəşdən də hamımız bir, düşünmədən nur alırıq, zəif ya da gür alırıq. Biz evladıq təbiətə, bəşər adlı bir külfətə, qidalanaq bir süfrədən, bir hüquqlu vərəsə tək, axırıncı nəfəsə tək. Yaxşı rəssamlar var bizdə. Azərbaycan ümumiyyətcə dünyanın harasına geçsə öz rəssamlığı ilə, orada fərqli əsərlərlə nümayiş olunur. Çox gözəl rəssamlarımız yetişir, çox. Rəssamlıq özü yaradıcılıqdır. Necə şairlər yaradır özündən nəsə, rəssam da gərək özü öz yaradıcılığını ortaya qoysun. Rəssam onda elə bir ki, kopya eləyir, o yaxşı olar usta rəssam, amma yaradıcı rəssam olmaq üçün gərək öz sözünü deyəsən, mənalı sözlər dediyin kimi, rəsmdə də mənalı əsərlər işləyəsən ki, düşündürsün adamı. Bu da hər rəssama nəsib olmur. Elə rəssam var ki, əla rəsm işləyir, amma öz yaradıcılığı yoxdur. Rəssamlıq özü də çox çətin sənətdir. Gərək nəsə yeni bir söz deyəsən, öz fikrini çatdırasan. Çox vaxtım mənzərə janrına keçib, qabaqlar biraz kompozisiyalar eləyirdim. Hətta Nəsimini də işlədim mən, təzə versiyada Nəsimi əsəri. Çox işlər eləmişəm, Füzulini işləmişəm, böyük şairimiz Füzulini. Portret janrına da maraq göstərirəm, hələ indinin özündə də. Əsasən, amma indi keçmişəm mənzəriyə. Çünki mənzərədə də düzdür, böyük rəssamlarımız çox olub. Çox sözlər deyiblər. İndi mən də çalışıram da nəsə istəyirəm eləyim. Kitabım çıxıb 20-ci ildə. Sərgi oldu Xətai Sənət Mərkəzində. Həm rəsmlərimi qoydular, həm kitabımın təqdimatını elədilər. Uğurlu keçdi. Hamı gəldi, bəyənirdi, şeirlərimi də çox bəyəndilər. Könül dedim bu dünyaya, bir ayna tək baxar gedər. Ömür dedim dayanmadan sular kimi axar gedər. Saadətin ağ yelkəni qəm gölündə üzəndə gör. O hicrandan ayrılmamış, əllərimi sıxar gedər. Nə baxırsan belə aşiq, dərman anı, loğman anı, məhəbbətin atəşləri, ürəkləri yaxar gedər. Saadətin həvəsi ilə dolanmadım bu dünyanı. Çoxdur üzdən gülənlər də saadətdən kənar gedər. Mən möhnətin aşiqiyəm.
Əzəl başdan budur sözüm. Kimlər gülür gülsün mənə, sanki oddur, yanar gedər. Məlamətdən zövq almışam, qəmgin ikən, gülə-gülə. Kim əryətən bu qəlbimi, zərbələrlə yaxar gedər. Bu yolda bir sövdəgərəm, yoxdur ələm şikayətim. Ölsəm belə olmayacaq, qara torpaq udar gedər. Həyatdır da, şeir də yazırsan, bu rəssam ümumiyyətcə bir tərəfli olmur. Ya musiqiçi olur, ya rəssam olur. Rəssamdır, həm musiqiçidir, həm rəssamdır, həm şairdir, ola bilər, həm də rəssamdır. Bax, belə olur, rəssam tək bir dənə rəsm çəkmir. Çünki bunlar həm qafiyədir, incəsənətdir. Bu hamısında eynidir. Mən görürəm də bütün rəssamlar həm də şeir də yazır. Musiqi ilə ifa eləyirlər, ya piano ilə, səsi var bir də. Toğrul Nərimanbəyov, böyük rəssamımız. O da şeir də yazırdı, oxuyurdu da, axırda lap oxuyurdu, ariya oxuyurdu. Yəni buna rəssamlıqla qoşadır. Bunlar incəsənətdir. Bunu ayırmaq olmaz bir-birindən. Mən yaşadığım ömür çox razıyam, heç narazılığım yoxdur. Çünki mən istədiyimi eləmişəm. Birinci növbədə mən atama borcluyam ki, o məni düzgün istiqamətləndirib. İndinin özündə də hər dəqiqə, gecə də yatanda mən onu gözümün qabağına gətirirəm atamı. Nə görmüşəm, nə istəmişəm, mən onlara nail olmuşam. Heç ürəyimdə heç nə qalmayıb. Şeir də yazmışam, kitabım çıxıb, rəsm də işləyirəm. Dünyanın hər yerində mənim rəsmlərim, muzeylərdə mənim rəsmlərim, İncəsənət muzeyi, xarici muzeylərdə. Mən yenə istədiyimə nail olmuşam. Rəng sehirli bir aləmdir. O, musiqidə də var. Musiqinin rəngləri, şeirdə də var, hər yerdə var rənglər, rəsmdə də var. Rəng elə bir şeydir ki, hər rəngin öz istisi var, soyuğu var. Hətta göy rəngin isti də vura bilərsən, soyuq da vura bilərsən. Rəng də o ürəkdən gələn şeydir. Mənim müəllimim deyirdi ki, mən rəsmi çəkməyi hər bir adama öyrədə bilərəm, amma rəngi öyrədə bilmərəm. Mən rəngi bir ayrı cür görürəm, qırmızının çalarını. Amma sən başqa cür rəngləri görürsən. Məsələn, qırmızını eyni cür görmürük. Sən isti görə bilərsən qırmızını. Mən soyuq görə bilərəm. Hərə bir cür görür. O, ürəklə asılıdır. Ürək hiss eləməklədir. Yəni, o rəng doğrudan da çətin şeydir. Rəngi duymaq, hiss eləmək
qavramaq o ayrı şeydir. Rənglərin dili var. Onu gərək danışdıra biləsən. Könlümə qəm verdiyin zülfü pərişandan mıdır? Möhnət-i hicran məgər səndən mənə dərman mıdır? Bəs fəraqından nədən rəqib kam almış gedir? Vəslini şövqü ilə hər, səyyah məyər mehman mıdır? Aşiqin fəryadını dinlərmi bəs məhbarələr? Var nədən bilməm bu gül şeydasına, heyran mıdır? Hər məlahətli sözün qismətsə hər bir kimsəyə, eşqinə əhsən əcəb, sormaq nədən sevda mıdır? Üz vurub durmaq nədir? Yoxsan bugün peşman mısan? Var ged öz mehmanların, Telman məgər şeyda mıdır?